Salam, 14 aprel 2026-cı ildir. İran Hörmüz boğazından mal və neft axınını dayandırdığı üçün bu ölkələrin bir çoxu enerji şoku ilə üzləşib. İran müharibə zamanı xeyli canlı itki verib. Hərbi və mülki obyektləri dağıdılıb. Bir çox körfəz ölkələrinin isə mülki müəssisələri, enerji və digər iqtisadi infrastrukturları hücumlara məruz qalıb. Bu sözləri Müsavat.com açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert qeyd edib ki, 7 apreldə əldə olunan atəşkəs və sonrakı sülh danışıqları Fars körfəzində davamlı sülhə ümidlər yaratmışdı. Amma lakin atəşkəsin əsas təşəbbüskarlarından biri Çin idi. Ancaq ABŞ Çini rəqib hesab etdiyindən Pekinin rəsmi vasitəçilik və ya yardımcı roluna razılaşmadı. Hindistan ABŞ-la yaxşı münasibətlərə malik olsa da, iki ölkə arasında ticarətdə xeyli gərginlik olub. Son bir ildə Trump administrasiyasının bəzi yüksək vəzifəli şəxslərinin Hindistana qarşı sərt ritorikası münasibətlərdə mənfi təsir yaradıb. Buna görə də Hindistan hazırki İran müharibəsində birinci seçim vasitəçisi olmaq ehtimalını sual altına qoyur. Halbuki Hörmüz boğazındakı gərgin vəziyyət Çinlə yanaşı Hindistanın da iqtisadi maraqlarına mənfi təsir edir. Analitikə görə ABŞ Hörmüz boğazını mühasirədə saxlamaqda davam edərsə, Hindistanın İrandan neft alması çətinləşəcək. ABŞ buna imkan verməyəcək. Bu arada Hindistan bayrağı altında üzən 15 gəmi Fars körfəzində ilişib qalıb. Hindistanın tam xam neft və sıxışdırılmış qazının təxminən yarısı isə Hörmüz boğazından faktiki olaraq keçməkdədir. Elxan Şahinoğlu bildirir ki, Pakistan hökuməti ABŞ və İran nümayəndələrinin növbəti görüşünü də İslamabadda keçirmək istəyir. Ancaq bunun üçün Tehran Hörmüz boğazını nəzarət etməyəcəyinə dair Vaşinqtona mesaj göndərməlidir.